Ümumiyyətlə bank kartlarından alimlər istifadə etməyə icazə verirlər. Xüsusən dövrümüzdə müəyyən əməliyyatlar aparmaq üçün, evdən ödəniş etmək üçün və sair. Hətta elə ödənişlər var ki, ancaq kart vasitəsilə olur. Lakin bank kartı seçərkən nəyə diqqət etmək lazımdır? İlk növbədə debet kart olsun və çalışmaq lazımdır elə banklar seçəsən ki, orada qalıq pula faiz gəlməsin. Müəyyən banklar var, o banklar məsələn kart təqdim edir, kartda olan pula faiz gəlmir və ya elə banklar var ki, həmin xidməti söndürmək olur. Yəni istifadə etməyə bilərsən, yəni imtina edə bilərsən. O ki qaldı cashback-ə, alimlər icazə verirlər, yəni cashback icazəlidir. Çünki cashback-ə gələn pulu, yəni bank yox, həmin o kart istehsal edən şirkətlə həmin mağazalar, bunların arasında olan sövdələşmədir. Araşdırdıqdan sonra bəlli olur ki, yəni bunların öz aralarında olan bu sövdələşmədir və bunlar da cəmaatı cəlb etmək məqsədi ilə alış-verişə belə bir üsula əl atıblar. Hər bir halda insan əgər şübhəli qalırsa, ondan da imtina edə bilər. Yəni cashback götürməyə bilər və ya cashback yığılandan sonra, çünki cashback də böyük bir məbləğ deyil, ondan qurtulmaq üçün onu bir kasıba verə bilər və s. Bu formada, yəni bu qaydada demək kartlardan istifadə etmək icazəlidir. Və ya ola bilər ki, müəyyən bank olsun, orada məsələn həmin o qalan məbləğə faiz gəlmək, həmin o xidməti söndürmək olmur və ya imtina etmək olmur, belə bir şey də ola bilər. Bu halda həmin yığılan məbləği, yəni ondan xilas olmaq məqsədi ilə hansısa bir kasıba vermək olar. Yəni sədəqə niyyəti ilə yox, sadəcə bu puldan yəni xilas olmaq məqsədi ilə vermək olar.